Bugün 9-cu siniflər üçün keçirilmiş buraxılış imtahanının listening suallarına baxırıq. Listening mətni olmadığı üçün sadəcə olaraq sualların doğru cavablarını deyəcəm. Birinci sualda What kind of TV show was the Mickey Mouse Club? Mickey Mouse klubu necə bir televiziya şousu idi? Doğru cavabımız olacaq A variantı. It was a TV show organized for children. Təbii ki, uşaqlar üçün təşkil olunmuş bir show idi. Sonra ikincidə Before Mickey Mouse, Mickey Mouse'dan əvvəl, deməli, doğru cavabımız olacaq D variantı. All cartoon characters were silent. Yəni, bütün, deməli, cizgi film qəhrəmanları səssiz idi. Səssiz cizgi filmləri idi. Bu faktı internetdə də axtarsanız tapa bilərsiniz. Doğru cavabımız oldu D variantı. Sonra, What is the passage mainly about? Mətn əsasən nə barəsindədir? Burada deməli, uşaqların dediyinə görə doğru cavabımız A variantıdır. The first cartoon with sound for children. Yəni, ilk səsli uşaqlar üçün olan cizgi filmi barəsindədir. Əgər burada yanlışlıq varsa, onu şərhdə qeyd edə bilərsiniz. Amma şagirdlərin dediyinə görə doğru cavab A variantıdır. Sonra, dördüncü sualda, deməli, yanlış doğrunu seçməliyik. The voice of Mickey Mouse was provided by Walt Disney himself. Bəli, Mickey Mouse'un səsi Walt Disney'in özü tərəfindən deməli, təmin olunurdu, yəni özü çıxardı o səsi. Tamamilə doğrudur. True olacaq. Sonra, some claim that Disney named Mickey after the popular child actor. Bəzilər iddia edirlər ki, Disney Mickey'ni bir dənə məşhur uşaq aktyor var idi, onun şərəfinə adlandırmışdı. Təbii ki, bəzilər sözü olduğu üçün, yəni bu bəzilərinin fikridir. Həqiqətən də belə iddialar var. Doğru cavabımız oldu A variantı. Sonra, deməli, burada nə deyir? It was difficult for people to remember the name Mickey. Mickey adını yadda saxlamaq insanlar üçün çətin idi. Xeyr, Mickey asan addır. Ona görə bu fikrimiz yanlışdır. Sonra, although Mickey Mouse was famous, deməli, burada nədir? It couldn't receive Oscar award. Burada couldn't deyir. Deyir, Oscar mükafatı ala bilmədi. Bu da yanlışdır. Oscar mükafatı alıb. Belə, sualları bu qədər. Reading və qrammatika suallarında izahını kanalda yerləşdirmişəm. Nəsə bir sualınız olsa onları da şərhdə bildirə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.